Elə yumuşaq peçenyalardır ki, dadı dillərdə qalacaq. Əvvəlcə ev temperaturunda olan qatıq və soda, bunları yaxşıca qarışdırıb köpürdürük. Bu cür köpürtdükdən sonra üzərinə 2 ədəd iri ölçüdə yumurta, şəkər tozu, qatlaşdırılmış süd, vanil və bir çimdik duz əlavə edib bunları yaxşı-yaxşı qarışdırırıq. Qeyd edim ki, ərzaqlar hamısı ev temperaturunda olmalıdır. Və budur, qarışım hazırdır. Bunu bir kənarda gözlədirik. Ev temperaturunda tam yumuşalmış kər yağımızdan da 100 qram götürürük. Unun üzərinə əlavə edib əlimizlə ovaraq umaç hazırlayırıq. Ərzaqların miqdarını tam olaraq postun altında açıqlama bölümündə qeyd edəcəm. Oradan baxarsınız. Umaç hazır olduqdan sonra əvvəlcə hazırladığımız qarışımı bura əlavə edirik və yaxşı-yaxşı qarışdırırıq. Xəmir gördüyünüz kimi qatı keks xəmiri kimi olur. Amma duru yox, bu cür qatı olur. Və bunu nə edirik? Gördüyünüz kimi ulduz başlığı götürürük və sıxma torbasının içərisinə əlavə edirik. Məsafəli şəkildə listimizə sıxırıq. Kiçik bir qabın içərisində adi soyuq su götürürük və kiçik barmağımızı suya vurub orta hissələrində dəlik açırıq. Və həmin bu dəliklərə də biz şokolad əlavə edirik. Şokolad olmasa istədiyiniz cemdən də istifadə edə bilərsiniz. Sobanı da öncədən yandırırıq. Konveksiya rejimində 180 dərəcədə 20 dəqiqə müddətində peçenyaları bişirib götürdüm. Konveksiyası sobalarda 200 dərəcədə 15-20 dəqiqə müddətində bişirə bilərsiniz. Çox tez bişib hazır olur və bu reseptlə tam olaraq 2 list yarım peçenyalar alınır. Həm ətirli, həm ləzzətli, həm pambıq qədər yumyumşaq, möhtəşəm bir reseptdir. Bu peçenyaları dadan hər kəs reseptini sizlərdən soruşacaq. Mütləq hazırlamağınızı tövsiyə edirəm. Həm asan reseptdir, həm də dadından doymayacaqsınız. Bilirəm ki, hazırlasanız ən sevdiyiniz reseptlərdən olacaq. Mütləq videonu yaddaşa verib bəyənməyi unutmayın. Zövqə görə də peçenyalar tam soyduqdan sonra üzərinə bu cür şəkər pudrası da səpərək süfrəyə verə bilərsiniz. Hazırlayıb yeyən hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Bu cür gözəl videoların ardına gəlməyini istəyirsinizsə videolarımızı bəyənməyi unutmayın. Sağ olun, yeni videolarda görüşmək ümidilə. Salamat qalın.